Harry Stafford didn't want to sell his dog, but during their meeting, he told Davis about Newton Heath and the financial problems of the club. Harry Stafford iti satmaq istəmirdi, amma görüş müddətində o Davis'e Newton Heath və onun maliyyə problemləri, klubun maliyyə problemləri haqqında danışdı. Davis became interested and promised to help. Davis bununla maraqlandı və kömək etməyə söz verdi. In March 1902, he invested a few £100 and found 3 more businessmen who agreed to support the club. 1902-ci ildə o bir neçə funt sərmayə qoydu və kluba dəstək olmağa razı olan 3 biznesmen də tapdı. Yəni daha 3 biznesmen də tapdı. Shortly after, Davis became the club's president and chairman and they changed the name to Manchester United. Qısa müddət sonra Davis klubun prezidenti və sədri oldu və onlar adı Manchester United'ə dəyişdilər. But that wasn't only big change. Amma bu yeganə bir dəyişiklik deyil idi. After originally playing in green and gold, the team now appeared in a different kit, red shorts and white shorts, as they still do today. Əvvəlcə yaşıl və qızılı rəngdə oynayan komanda indi fərqli formada göründü. Qırmızı köynək və ağ şortiklə. Hələ də etdikləri kimi. Yəni bu proses hələ də davam edir. In the years that followed, Manchester United became more and more successful, winning matches and thousands of new supporters. Sonraki illərdə Manchester United daha da uğurlu oldu. Deməli, oyunları qazandı, maçları qazandı və minlərlə yeni dəstəkçi də qazandı bununla yanaşı. In 1910, the club moved to its present home at Old Trafford, the third largest stadium in the UK with a capacity of about 75,000 spectators. 1910-cu ildə klub hazırda yerləşdiyi Old Trafford stadionuna keçdi. O stadion ki, Birləşmiş Krallıqda 3-cü ən böyük stadion idi və özünün, deməli 3-cü ən böyük, özünün 75.000 tamaşaçı tutumuna malik bir stadion idi.